Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camanzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bugün Time Test Bankından öyrənmə tərzləri, təlimdə differensial yanaşma mövzusunun test izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda qeyd olunur ki, yanlış fikri seçin. Diferensiallaşma dərslərin hər qrup şagirdlərə uyğun planlaşdırılmasıdır. Bəli, hər qrup şagirdə uyğun. Yəni, şagirdlərin müxtəlifliyinin nəzərə alınmasıdır, doğrudur. Diferensiallaşma şagirdlərin əvvəlki bilik və bacarıqlarının qiymətləndirilməsindən və fərdi təlim məqsədlərinin müəyyən edilməsindən başlayır. Bəli, biz şagirdlərin əvvəlki bilik bacarıqlarını qiymətləndiririk. Fərdi təlim məqsədlərini müəyyən etdikdən sonra onlara yanaşma tərzimizi müəyyən edirik. Bu da doğrudur. Diferensiallaşma dərslərin ümumi qiymətləndirmə meyarı əsasında qiymətləndirməsinə şərait yaradır. Xeyr, müəllimlər, ümumi qiymətləndirmə meyarı olmalı deyil. Hamı eyni cür, eyni səviyyədə qiymətləndirilməli deyil. Ona görə bu sualın yanlışdır C bəndi. Sualın doğru cavabı C-dir. Diferensiallaşma müxtəlif intellektə malik şəxslərə aid edilir. Bəli, çünki şagirdlərin müxtəlif öyrənmə tərzinə, müxtəlif intellektə sahibdirlər ki, bu nəzərə alınır. Diferensiallaşma müəllimin səriştəliyinin göstəricisidir. Bu da doğrudur. Düzgün diferensial təlimi təmin edən müəllim səriştəli müəllim hesab olunur. İkinci suala baxırıq. Uyğunluğu müəyyən edin. Məlumatı toxunma vasitəsilə praktikada tətbiq etməklə daha yaxşı anlayırlar. Deməli, bu toxunub öyrənərək kinestetik öyrənənlərdir ki, bunlar daha çox şagird verilmiş mətni yoldaşı ilə səhnələşdirərkən, yəni tətbiq, hərəkət var. Ona görə 1-ə uyğun gəlir B. Çertyoş, xəritə, qrafiklərdən istifadə etməklə yeni məlumat əldə edirlərsə, bu əlbəttə ki, təsviri incəsənətlə bağlı mövzularda uğurlu təqdimatlar edirlər. Şəkil çəkməyə xoşlayanlar, qrafik çəkməyə xoşlayanlar 2-yə uyğun gəlir A. Yeni məzmunun qrup müzakirələri kimi situasiyalarda dinləmək və danışmaqla başa düşürlərsə, bunlar daha çox dinləyərək başa düşərlər. Görürsünüz, diqqətlə dinləyərək müsahibindən fikirlər əldə etməyi, yeni informasiyalarla tanış olurlar. 3-ə C. 1-ə B, 2-yə A, 3-ə C. Doğru cavab A bəndi. Növbəti 3-cü suala baxırıq. Diferensiallaşma və skafolding üçün oxşar xüsusiyyətlər hansılardır? Ümumiyyətlə, diferensiallaşma ilə skafolding bir-birinə çox yaxındırlar. Skafolding daha geniş anlayışdır. Baxaq, hər ikisində məqsəd müxtəlif şagirdlərin eyni təlim nəticəsinə çatmasına nail olmaqdır. Bəli, bu doğru fikirdir. Təlim nəticəsi eyni olur. Şagirdlər müxtəlif olur və biz də bu müxtəlif şagirdləri elə bir fəaliyyətə cəlb etməliyik ki, hamısı təlim nəticəsinə çatmış olsun. Müxtəlif şagirdləri eyni təlim nəticəsinə çatmasına nail olmaqdır. Bu düzgün fikirdir. Hər ikisinin reallaşması yalnız tədris prosesi ilə məhdudlaşır. Xeyr, skafolding tədrislə məhdudlaşmır. Skafolding hər yerdə olur. Hər ikisində yanaşmanın əsas mahiyyəti müxtəlif təlim ehtiyaclarına sahib şagirdləri nəzərə almaqdır. Xeyr, yəni müxtəlif təlim ehtiyacı yox, müxtəlif öyrənmə tərzi, müxtəlif qavraması olan şagirdlərin nəzərə almaqdır. Ona görə bu da olmaz. Hər ikisində qiymətləndirmənin əsas məqsədi şagirdin mövcud bacarığını yoxlamaqdır. Xeyr, şagirdi inkişaf elətdirməkdir. Hər ikisində mövzu ilə bağlı şagirdlərə əlavə tapşırıqların verilməsi vacibdir. Bu da doğru fikir deyil ki, mütləq şəkildə əlavə tapşırıq verəsən. Ona görə sualın doğru cavabı A bəndi. 4-cü suala baxırıq. Verilənlərdən hansı skafoldinglə diferensial yanaşmanın ortaq xüsusiyyətidir? Baxaq görək hansı ortaq xüsusiyyətdir. Hər ikisinin tətbiqi şagirdin diaqnostik qiymətləndirilməsinin aparmasına əsaslanır. Xeyr, bu yanlışdır. Skafolding odur ki, siz şagirdə müvəqqəti kömək edirsiniz, yəni fasilitator olursunuz. Diaqnostik qiymətləndirmə aparmaq üçün deyil ki, həmçinin də diferensiallaşma. Hər ikisi bütövlükdə tədris yanaşmasıdır. Diferensiallaşma hə, skafolding yox. Hər ikisi fasilitasiyasız həyata keçirilməsi mümkünsüzdür. Xeyr, fasilitasiyasız da həyata keçirilə bilər. Bu da yanlışdır. Hər ikisi yalnız bir də ki,
Diferensiallaşmada fasilitatorsuz olar. Çünki şagirdlərin hamısı müəllimə eyni dərəcədə ehtiyac duymur. Biri çox ehtiyac duyduğu halda, biri çox az ehtiyac duyur, biri heç ümumiyyətlə ehtiyac duymur. Amma scaffoldingdə mütləq bir fasilitator olmalıdır. Hər ikisi yalnız məktəb daxili fəaliyyətlərdə tətbiq olunur. Xeyr, qeyd etdiyim kimi scaffolding hər yerdə var, həyatda, sosial qrupda, yəni bu ola bilir. Hər ikisinin məqsədi şagirdi olduğu yerdən hədəfə çatdırmaqdır. Bəli, məqsəd şagirdi inkişaf elətdirmək, şagirdi hədəfə çatdırmaqdır. Doğru cavab Y bəndi. Növbəti 5-ci suala baxırıq. Diferensial təlimlə bağlı yanlış fikri müəyyən edin. Şagirdlər üçün tapşırıq hazırlayarkən diqqət etmək lazımdır ki, idraki sahənin mərhələlərinə uyğun olsun. Bəli, bu doğru fikirdir. Biz taksonomiyanın mərhələlərinə uyğun olaraq suallar hazırlamalıyıq, tapşırıqlar hazırlamalıyıq ki, var aşağı təfəkkür səviyyəsi, var yuxarı təfəkkür səviyyəsi və bu təfəkkür səviyyələri üzrə kim hansı təfəkkür səviyyəsindədirsə, o tapşırığı reallaşdıra bilsin. Ona görə bu düzgün fikirdir. Diferensial təlimə görə hər kəs eyni dərəcədə müəllimin köməyinə ehtiyac duyur. Xeyr, hər kəs eyni dərəcədə müəllim köməyinə ehtiyac duymur. Biri çox ehtiyac duyur, biri az ehtiyac duyur. Elə yanlış olan B bəndidir. Tədris zamanı müəllim şagirdlərə uyğun əlavə fəaliyyətlər verməklə diferensiasiyanı təmin edir. Doğrudur. Diferensiasiyanı təmin etmək üçün müəllim şagirdin hazırlıq səviyyəsini nəzərə almalıdır. Düzgün fikirdir. Və şagird öz öyrənmə tərzlərinə uyğun nəticələr təqdim etməsi üçün şərait yaratmaq məqsədə uyğundur. Bəli, bu da düzgün fikirdir. 6-cı suala baxırıq. Diferensial yanaşmaya aid olmayan fikir hansıdır? Müəllim dərs zamanı bədən kinestetik öyrənməsi yüksək olan şagirdləri nəzərə alaraq əsəri səhnələşdirir. Bu, diferensiallaşmanı nəzərə alıbdır. Çünki bu şagirdlərin də bədən kinestetik öyrənməyə malik olan şagirdləri nəzərə alır. Müəllim şagirdlərdə arqumentlərdən istifadə bacarığı formalaşdırmaq üçün verilmiş mövzu ilə bağlı mühakimə xarakterli esse yazmağı tapşırır. Görürsünüz, mühakimə xarakterli esse şagirdlərin seçimini nəzərə almır, istəyini nəzərə almır. Şagirdə seçim imkanı vermir. Yalnız deyir ki, bu mövzuda yazmalısınız esseni. Bu zaman müəllim diferensiasiyanı pozmuş olur. Müəllim tədrisi təşkil edərkən şagirdlərin sosial-emosional vəziyyətlərini nəzərə alır. Doğrudur. Müəllim istifadə ediləcək mənbələri şagirdlərə sərbəst şəkildə seçməsinə şərait yaradır. Bəli, mənbəni verir ki, kim hansı mənbədən istəyir, kimə hansı mənbə uyğundursa, gedib oradan araşdırıb öyrənə bilər. Doğrudur. Müzakirə mövzusunu müəllim müəyyənləşdirsə də, müzakirə obyektini şagirdlər seçirlər. Bəli, bu da doğrudur. Yəni, fərz edək ki, müzakirənin mövzusu vətənə sevgidir. Amma hardan oxuyacaqlar, necə müzakirə edəcəklər, bunu şagirdlər özü seçirlər. Yəni, burada şagirdə sərbəst seçim verilir. Bu da doğru fikirdir. 7-ci suala baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlışı götürəcəyik. Kinestetik öyrənmə tərzinə malik şagirdlər məntiqi tapmacaları həll etməyi sevirlər. Xeyr, məntiqi tapmacanı həll etməyi sevirlər. Onlar hərəkəti sevirlər. Bu yanlışdır. Vizual öyrənmə tərzinə sahib şagirdlər hər hansı bir tapşırığı həll etməzdən öncə təsəvvür xəritəsi qurur. Bəli, onlar beyinlərində canlandırırlar. Doğrudur. Audial öyrənənlər qrafik və sxemlər vasitəsilə daha yaxşı öyrənirlər. Xeyr, audial öyrənənlər eşidərək öyrənirlər. Bu yanlışdır. Oxuyub yazaraq öyrənənlər qeydlər əsasında fikirlərini ümumiləşdirməyi sevirlər. Doğru fikirdir. Doğrudan doğru, yanlışdan yanlış. 2-3 sualın doğru cavabı Y bəndi. 8-ci suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edim. Doğrudan yenə doğru fikir, yanlışdan yanlışı götürəcəyik. Şagirdlərə material necə öyrənə biləcəklərinə dair seçim verdikdə, onlar öz öyrənmələri üçün daha çox məsuliyyət hiss edirlər. Bəli, bu doğrudur. Çünki seçim verirəm, sən bu cür öyrənirsən, sonra sən bunu seçmisənsə daha məsuliyyətli öyrənməlisən də. Sonra, diferensiallaşmada şagirdin bilik və bacarıqlara yiyələnməsi fasiltasiyasız da həyata keçirilə bilər. Bəli, elə uşaq var ki, heç müəllimə ehtiyac duymur. Bu da doğru fikirdir. Diferensial təlimdə dərs prosesi zamanı şagirdlərin təlim ehtiyaclarının nəzərə alınması vacibdir.
Doğrudur, vacibdir. Diferensial təlimə görə bütün şagirdlərin eyni dərəcədə müəllimin köməyinə ehtiyacı olmur. Bu da doğru fikirdir. Doğrudan doğru, yanlışdan yanlışı götürürük. Yanlışda da yanlış olmadığı üçün bizim sualımızın doğru cavabı 1 və 2 A bəndi. 10-cu suala baxırıq. 9-a daha doğrusu. 9-a baxaq. Yanlış fikri müəyyən edin. Diferensiasiyanı təmin etmək üçün tapşırıqlar idraki sahənin mərhələlərinə uyğun hazırlamaq lazımdır. Bəli, taksonomiyanın səviyyələrinə uyğun tapşırıqlar, suallar hazırlamaq lazımdır. Şagirdlərin intellektlərinə uyğun olaraq iş forması seçməklə diferensial yanaşmanı təmin etmək olar. Bu da doğrudur. Biz şagirdlər hansı intellektə uyğundurlarsa, o intellektə uyğun şagirdlərə deməli iş forması seçməliyik ki, bu zamanda biz şagirdlərin müxtəlifliyini nəzərə alırıq. Doğru fikirdir. Mövzu və müzakirə obyektinin müəllim tərəfindən müəyyənləşdirilməsi və müzakirəyə çıxarılması diferensiallaşmanı təmin edir. Mövzunu müəllim seçir, amma müzakirə obyekti şagirdə aiddir. Ona görə yanlış olan fikir C bəndidir. Sinifdə özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirməni təşkilində diferensial yanaşmaya nümunədir. Doğrudur. Sinifdə uyğun maddi-texniki bazanın olması diferensial yanaşmanın təmin edilməsinə şərait yaradır. Bəli, yaxşı təmin olunmuş siniflərdə, məktəblərdə diferensial təlimi də tətbiq etmək daha rahat olur müəllim üçün. Bu da doğru fikirdir. 10-cu suala baxırıq. Diferensial təlimlə bağlı hansı fikir yanlışdır? Diferensial təlim şagirdin müxtəlifliyini nəzərə aldığı üçün dərs prosesi daha rəngarəng keçir. Bəli. Çünki şagirdlərin maraq dairəsində olur uşaqların dərs. Ona görə uşaqlar dərsə daha həvəsli olurlar. Diferensial təlimin xüsusiyyətlərini təlimdə nəzərə aldıqda sinifdə sağlam psixoloji mühitin qurulmasına şərait yaradır. Düzgün fikirdir. Diferensial təlimin ən başlıca xüsusiyyətlərindən biri ilin əvvəlində şagirdlərin akademik nailiyyətlərinə görə qruplaşdırılması. Xeyr. Akademik nailiyyətə görə ümumiyyətlə biz şagirdləri qruplaşdırmalı deyirik. Biz şagirdləri qruplaşdırarkən, qrup işi zamanı bölgü apararkən biz heterogen qarışıq qruplardan istifadə etməliyik. Yoxsa yaxşı oxuyanlar bir qrupa, orta oxuyanlar bir qrupa, aşağı oxuyanlar bir qrupa. Yəni bu yanlışdır. Bu diferensial təlimi təmin etmir. Ona görə sualın doğru cavabı elə C bəndi. Diferensial təlimin düzgün təşkil etmək üçün müəllim ilin əvvəlində deməli müəllim ilin əvvəlində diaqnostik qiymətləndirmə aparıb şagirdlərin hazırlıq səviyyəsini müəyyən edir. Bəli, bu doğrudur. Diferensial təlimə görə müəllim şagirdlər arasında fərqliliyi nəzərə almaqla təlimdə bərabər imkan yaradır. Bu da doğru fikirdir. 11-ci suala baxırıq. Müəllim layihə əsaslı öyrənmə modelindən istifadə etməyə planlaşdırır. Şagirdlərə mövzunu müəyyənləşdirmək üçün vaxt verir. Müəllim diferensial yanaşma ilə bağlı doğru fikri seçin. Layihə əsaslı öyrənmə modelindən istifadə edirsə, şagirdlərə də mövzunu seçməyə imkan verirsə, bu zaman görək müəllimin hansı diferensial yanaşma ilə bağlı doğru fikri var. Müəllim nəticə komponentində şagirdlərin bilik bacarıqlarının mövcud vəziyyətini nəzərə alır. Xeyr, bu yanlışdır. Çünki nəticə komponentində biz şagirdin dərsin sonunda məzmunu mənimsədiyini yoxlamalıyıq. Ona görə nəticə komponentində mövcud vəziyyəti müəyyənləşdirmirik. A bəndi getdi. Müəllim proses komponentində şagirdin potensial səviyyəsini nəzərə alır. Proses komponentində də bilirik ki, şagirdlər özünə məxsus intellektə öyrənmə tərzi var və biz məzmunu müxtəlif yollarla şagirdə çatdırmalıyıq. Və şagirdlər bayaq da qeyd etdiyim kimi eyni dərəcədə müəllimə ehtiyac duymurlar. Sonra şagirdlərin bəziləri cütlərlə, bəziləri qruplarla işləməyi seçə bilər. Biz proses komponentində şagirdlərdə özünə məxsusluğunu nəzərə alırıq. Onlarda hansı strategiyadan istifadə edəcəyimizə qərar veririk. Bu da yanlışdır proses komponentində. Müəllim nəticə komponentində şagirdlərin marağını nəzərə alır. Xeyr, dərsin sonunda məzmunun mənimsədiyini yoxlayırıq biz nəticə komponentində. Müəllim məzmun komponentində şagirdlərin maraq dairəsini nəzərə alır. Bəli, məzmun komponentində biz şagirdlərə dərsi tədris edərkən alt standartın tələbinə uyğun olaraq şagirdlərin məzmunu anlamasını təmin etməliyik. Yəni, bunun üçün nə etməliyik?
şagirdlərə tapşırıqlar hazırlayarkən diqqət yetirmək lazımdır ki, həmin tapşırıqlar Bloom taksonomiyasının səviyyəsinə uyğun olsun və bu da şagirdlərin maraq dairəsini nəzərə alaraq biz bu dərsi təşkil etməliyik. Bəli, D bəndi düzgündür. Müəllim qiymətləndirmə komponentində şagirdlərin intellektini nəzərə alır. Qiymətləndirmə komponentində də biz formativ və summativ qiymətləndirmə nəticəsinə uyğun olaraq şagirdlərə ümumi rəy bildirmək əvəzinə şagirdlərin hər biri ilə düzgün əks əlaqə qurmalıyıq. Onların ayrılıqda çətinlik çəkdiyi mövzularla bağlı, nəyi yanlış, nəyi doğru etdikləri ilə bağlı konstruktiv rəy verməliyik. Ona görə bu da yanlışdır. Sualın doğru cavabı 11-ci sualda D bəndi. 12-ci suala baxaq. 12-ci sualda qeyd olunur ki, müəllim şagirdə muğamla zikurat məbədlərinin quruluşu arasında hansı oxşar cəhəti müəyyənləşdirmək üçün tapşırıq verir. Şagirdlərdən biri tapşırığın zikuratın şəklini və muğamın pillavarı inkişaf sxemini çəkərək təqdim edir. Situasiya əsasən müəllim dərsin hansı komponentində diferensiasiyanı təmin edir. Burada nəticə komponenti olacaq. Çünki burada sxemini çəkərək təqdimat edir. Artıq proses yekunlaşıbdır və burada təqdimat varsa bu nəticədir. Nəticədə də nə deyirdik? Deyirdik şagirdin dərsin sonunda məzmunu mənimsəmədiyini göstəricisidir. Yəni bu esse, layihə, hesabat və digər şəkildə ola bilər. Şagird də bunu sxem çəkərək təqdimat edirsə, təbii ki, bu nəticə komponentinə aiddir. 13-cü suala baxırıq. Şagird mətnin məzmununu mənimsəmək üçün dəfələrlə oxusa da nəticə əldə edə bilmir. Sinifdə yoldaşları ilə mətni müzakirə edərkən mətnin məzmunu ona aydın olur. Bu halda şagird hansı öyrənmə tərzinə malik olduğunu demək olar. Təbii ki, bu şagird audioaldır. Çünki dəfələrlə oxusa da buna aydın olmursa, deməli bu oxuyaraq öyrənənlərə aid deyil. Amma yoldaşı ilə müzakirə edəndə eşidir və daha yaxşı öyrənmiş olur. Ona görə eşidərək audioal öyrənmə tərzinə malik olan şagirddir A bəndi. 14-cü suala baxırıq. 14-cü sualda doğrudan doğru, yanlışdan yanlışı götürəcəyik. Çünki bizə uyğunluğu soruşur. Diferensial təlim zamanı şagirdin marağını nəzərə almaqla dərsin şagirdlər üçün düzgün qurulması lazımdır. Bəli, bu doğrudur. Şagirdin marağı, potensial imkanı, qavraması nəzərə alır. Müxtəlif öyrənmə və qavrama səviyyəsinə malik şagirdləri xüsusi siniflərdə dərsə cəlb etmək, xüsusi siniflərdə yox. Yəni, diferensiallaşma eyni sinif və təlim mühitində müxtəlif qruplarda olan şagirdlərin deməli, fərqli metodlarla işləməsidir. Ona görə bu yanlışdır. Müəllim tədris boyunca dərsin izahını verməklə yanaşı aktiv şagirdlərdən bir neçəsini lövhəyə çağıraraq tapşırıq işlətməklə diferensiallaşmanı qorumuş olur. Xeyr, bir neçə şagird yox, hər kəsə müəllim yanaşmalıdır. Hər kəsin öyrənmə tərzinə uyğun yanaşmalıdır. Bu yanlışdır. Tədris prosesində həmişə dəyişməz qruplar yaratdıqda tədris diferensiallaşmır. Bu doğru fikirdir. Bizim yanlışdan doğrudan doğru, yanlışdan yanlış 1, 3 sualın cavabı C bəndi. 15-ci suala baxırıq. Klasteri tamamlayın. Audial öyrənmə tərzi. Diskusiya və müzakirələrdə iştirak edərək yeni informasiya əldə edirlər. Audiallar eşidərək öyrənənlərdir. Onlar da müzakirəni, diskusiyanı sevirlər. Mövzunu ucadan oxumaqla öyrənirlər. Ucadan oxuyurlar ki, özləri öz səslərini eşitsinlər, daha yaxşı öyrənsinlər. İndi biz verilmiş fikirlər içərisində audiala aid olan bir fikir seçməliyik. Tapşırığın yerinə yetirərkən qeydlərin şəklini çəkirlər. Xeyr, bu audial deyil, audial eşitməlidir. Bu öyrənmə tərzinə malik şagird mühazirələri xoşlamır. Əslində mühazirəni xoşlayır, çünki onlar eşitmək istəyirlər axı. Mövzu ilə bağlı məlumatı görməyə üstünlük verirlər. Xeyr, bu deyil. Bu vizualdır, görərək öyrənənlərə aiddir. Mövzunu daha yaxşı anlamaq üçün səsli düşünürlər. Görürsünüz, səsli düşünürlər ki, eşitsinlər. Sualın doğru cavabı D bəndi. 16-cı suala baxaq. Müəllim şagirdlərə sahə anlayışını izah etməyə çalışır. Sahə anlayışını. Bu zaman o bir neçə metoddan istifadə edir. Şifahi izah ilə yanaşı dediklərinin lövhədə şəklini də çəkir. Həmçinin sinifə gətirdiyi kvadrat formalı fiqurlar üzərində sahənin bir daha izahını əyani formada təqdim edir. Verilmiş situasiyada müəllim dərsin hansı komponentində diferensiallığı qorumuş olur? Baxın, görürsünüz, müəllim sahə anlayışını izah edir. Həm şifahi izah verir, həm şəklini çəkir, həm əyani formada təqdim edir. Deməli, bu dərsin proses hissəsidir. Dərsin proses hissəsində
biz yəni müxtəlif yollarla şagirdə dərsi çatdırmalıyıq və buna görə də müəllim görürsüz müxtəlif yollardan istifadə edir. Həm şəkil göstərir, həm əyani göstərir, həm fiqurlarını şifahi olaraq audial öyrənənlər üçün şifahi olaraq izah verir. Deməli bu zaman müəllim differensial təlimi proses komponentini həyata keçirmiş olur. 17-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Nəticə komponentinə aid olar, şagirdlər tapşırıqları seçmələrinə əsasən müxtəlif üsullarla görürsüz təqdim edir. Bayaq da var idi, təqdim edir. Qrafik formasında təqdim edir bayaqki sualda. Əgər təqdimat varsa, deməli bu proses bitib, artıq yekunlaşdırırlar və bu olur nəticə komponenti. 1-ə getdi B. Qiymətləndirmə varsa, müəllim KSQ-dən sonra şagirdlərlə sınağın müzakirəsini təşkil edir. Bəli, qiymətləndirmə KSQ-yə aid. KSQ varsa, bu qiymətləndirməyə aiddir. 2-yə A. Proses komponentində də olacaq ki, müəllim informasiyanı şagirdlərə müxtəlif yolla çatdırır. Bundan əvvəlki sualda qeyd etdiyimiz kimi həm şifahi, həm yazılı, həm qrafiklə, görürsünüz, müxtəlif formalardan çatdırırsa, bu proses komponentinə aiddir. 1-ə B, 2-yə A, 3-ə C. Doğru cavab 17-ci sualda A bəndi. 18-ci suala baxırıq. Diferensial təlimin üstün cəhətlərinə aid edilə bilməz. Öyrənmə prosesi şagirdlərin təlim ehtiyaclarına görə təşkil edildiyindən sinifdə daha az nizam-intizam pozuntusu baş verir. Bəli, bu doğrudur. Çünki dərs axıcı olur, dərsdə xaotik səs-küy yaranmır. Diferensial təlim yalnız qabiliyyətli uşaqlar üçün deyil, müəyyən məhdudluğu olan uşaqlar üçün də effektivdir. Bəli, biz müxtəlif öyrənmə şəraitində olan uşaqlar var. Yəni, təlim mühitində öyrənməsinə, intellektinə, təlim nailiyyətinə, qavramasına görə müxtəlif tip uşaq var və biz bu uşaqlarla fərqli şəkildə işləməliyik. Bu da doğrudur. Öyrənmə prosesi şagirdlərin təlim ehtiyaclarına görə təşkil edildiyində onlar daha çox öyrənirlər. Bəli, çünki daha çox onların marağını cəlb edir, daha çox öyrənməyə can atırlar. Şagirdlərə materialı öyrətmək üçün daha çox seçim vermək lazımdır. Bu da doğrudur. Şagirdlər arasında inkişaf yönümlü rəqabət onların təlim nailiyyətini artırır. Xeyr, müəllimlər, rəqabət təlim nailiyyətini artırmır. Ümumiyyətlə, rəqabət yaxşı bir şey deyil. Yəni, şagirdlər arasında sağlam şəkildə biz öyrənməni təşkil etməliyik. Ona görə Y bəndi yanlışdır. 19-cu suala baxırıq. Yanlış fikri müəyyən edin. Ümumi təlim strategiyası kimi diferensiallaşma şagirdlərin məqsədə çatmasına xidmət edir. Bu doğru fikirdir. Diferensial təlim xüsusi ehtiyacı olan şagirdlərin qruplaşdığı sinifdə tətbiq etmək lazımdır. Xeyr, xüsusi ehtiyacı olan şagirdlər üçün yox. Eyni sinif və təlim mühitində müxtəlif qruplara malik olan şagirdlər üçündür də. Yəni, sırf xüsusi bir ehtiyacı olan şagirdlər üçündür. Xeyr, bu yanlışdır, B bəndi. Effektiv diferensiallaşdırılmış dərs proqramında aydın məqsədləri olan yüksək keyfiyyətli tədris deməkdir. Doğrudur. Diferensial yanaşma scaffoldingin daxilində yer alan prosesdir. Bəli, diferensial yanaşma scaffoldingin içərisində olur. Effektiv diferensiallaşdırılmış tədris müxtəlif xüsusiyyətə malik şagirdlərin prosesə cəlb olmasına təsir edir. Bu da doğru fikirdir. 19-cu sualda sualın doğru cavabı B bəndi. 20-ci suala baxırıq. Şagird mövzunu anlamaq üçün təlimat kitabçasındakı diaqram və şəkil izahlarından, öyrənmə kartlarından səmərəli şəkildə istifadə edir. Verilmiş xüsusiyyət hansı öyrənmə tərzinə uyğun gəlir? Təbii ki, bu vizual. Çünki görərək. Görürsünüz, deyir ki, mövzunu anlamaq üçün təlimat kitabçasındakı diaqram və şəkillərin izahlarından, öyrənmə kartlarından kartada baxır. Bu hansı öyrənmə tərzinə olacaq? Təbii ki, bu vizual öyrənənlərə aiddir. Sualın doğru cavabı C bəndi. 21-ci suala baxırıq. Cədvəldə diferensial təlimlə bağlı uyğunsuzluğu müəyyən edin. Burada diqqət edirik. Uyğunsuzluq dedikdə
doğrudan yanlış, yanlışdan isə doğrunu götürəcəyik. Baxırıq. Dərs prosesi zamanı şagirdlərin öyrənmə sürəti nəzərə alınmalıdır. Bu doğru fikirdir. Və biz bu zaman birinci fikri götürmürük. Çünki bu doğrudur. Bizi isə doğrunun altına yanlış lazımdır. Müəllim şagirdlərə onların fəaliyyəti haqqında informasiya verdikdə, müəllim diferensial yanaşa bilər. Bəli, şagirdlərin fəaliyyəti barədə onlara informasiya verdikdə, onlar müxtəlif öyrənmə tərzinə, müxtəlif intellektə malik olduqları üçün bu zaman diferensiallaşmanı təmin etmiş olur. Doğru fikirdir. Bu təlimdə əsas məqsəd bütün şagirdlərin qarşıya qoyulan məqsədə çatmalıdır. Bəli, ona görə diferensial təlimi həyata keçiririk ki, tədris, təlim bütün şagirdlər üçün əlçatan olsun. Bütün şagirdlər qarşıya qoyan məqsədə çatsınlar. Doğru fikirdir. Diferensiasiya layihələrin həyata keçirilməsi zamanı da təmin edilə bilər. Bu da doğrudur. Deməli, yanlışdan doğru götürdüyümüz üçün bizim sualımızın doğru cavabı 3, 4, B bəndi 21-ci sualda. 22-ci suala baxırıq. Diferensial təlimə aid olan yanaşmanı müəyyən edin. Müəllim dərs zamanı şagirdlərə eyni bir mövzu ətrafında müzakirə aparmağı tapşırır. Eyni bir mövzu olmaz. Ona görə A bəndi getdi. Əldə edilən bilik və bacarıqları möhkəmləndirmək üçün şagirdlərə eyni çətinlik səviyyəsində olan tapşırıqlar təqdim edir. Xeyr, eyni çətinlik səviyyəsində olmaz. Çünki biz deyirik ki, şagirdlər öyrənməsinə görə, qavramasına görə müxtəlifdirlər. Biz eyni çətinlik səviyyəsində suallar verməli deyirik. Biz müxtəlif çətinlik səviyyəsində, necə ki məzmun komponentində deyirik, tapşırıqlar Bloom taksonomiyasının mərhələlərinə uyğun olmalıdır. Həm aşağı təfəkkür səviyyəsini dəstəkləməlidir, həm də yuxarı təfəkkür səviyyəsini dəstəkləməlidir. B bəndi də olmaz. Müəllim dərs zamanı uğurlu nəticə əldə etmək üçün fərqli strategiyalardan istifadə edir. Bəli, şagirdlərə fərqli yanaşır. Fərqli strategiyadan istifadə edirsə, bu diferensial təlimə aid olan fikirdir. Əgər desəydi, eyni strategiyadan istifadə edir, bu yanlış olardı. Summativ qiymətləndirmə zamanı müəllim şagirdləri əks əlaqə ilə təmin edir. Doğrudur. Summativ qiymətləndirmə zamanı, yox, formativdə daha çox əks əlaqə olur. Ona görə bu fikri də götürmürük. Dərs zamanı şagirdlərdə oxuyub anlama bacarığı formalaşdırmaq üçün eyni mövzunu oxumaq tapşırılır. Xeyr, eyni mövzu olmaz. Sualın doğru cavabı C bəndi. 23-cü suala baxırıq. Yanlış fikri müəyyən edin. Fərdi yanaşma müəllimin bütün fəaliyyətlərində öz əksini tapmalıdır. Bu doğru fikirdir. Müəllim mövzunu şagirdlərə müxtəlif üsullarla çatdırmaqla diferensial yanaşmanı təmin edir. Bəli, görürsünüz, müxtəlif üsullarla həm şifahi, həm audial, həm vizual olaraq çatdıra bilər. Bu doğru fikirdir. Diferensial yanaşma heterogen siniflərdə həyata keçirilir, yəni qarışıq və biz qarışıq da qruplardan, heterogen qruplardan istifadə etməliyik. Doğrudur. Şagirdlərin mövcud bilik və bacarıqları diferensial yanaşmada əhəmiyyətsizdir. Xeyr, niyə əhəmiyyətsiz olsun? Biz şagirdlərin bilik, bacarıq, qabiliyyətini bilməliyik ki, onlara yanaşmamız da fərqli olsun. 23-cü sualda yanlış fikir D bəndidir. Şagirdlərə öz maraqlarına uyğun tapşırıq hazırlamaqla, baxın, öz marağına uyğun tapşırıq hazırlamaqda seçim verməklə diferensial yanaşmanı təmin etmək olar. Bu da doğru fikirdir. 24-cü suala baxaq. Müəllim dərsdə yeni mövzunu şifahi şəkildə şərh edərkən şagird müəllimi diqqətlə dinləyir və özü üçün çoxlu qeydlər aparır. Bu şagird hansı öyrənmə tərzinə sahibdir? Təbii ki, bu şagird oxuyub, yazaraq öyrənmə tərzindədir. Çünki müəllimi dinləyir və çoxlu qeydlər aparır. Yazırsa, bu oxuyub yazaraq öyrənmə tərzinə sahibdir. Doğru cavab C bəndi. 25-ci suala baxırıq. Hansı fikir doğrudur? Diferensial təlim heterogen sinif mühitində tətbiq edilir. Bəli, bu doğrudur. Çünki müxtəlif öyrənmə, qavramaq səviyyəsində olan uşaqlar üçün
Yəni bu differensial təlim tətbiq olunur. Doğru fikirdir. Differensiasiyanın müəllimin bütün fəaliyyətində öz əksini tapması imkansızdır. Xeyr, niyə imkansız olsun ki? Səriştəli müəllim bunu tətbiq edə bilir. Yanlışdır. Differensiasiyanı tələb edir ki, bütün şagirdlər eyni meyar əsasında qiymətləndirilsin. Xeyr, eyni meyar olmaz. Müxtəlif meyarlar olmalıdır. Differensial yanaşma zamanı təlimdə davamlı və dəyişməz qruplar yox, heterogen qrup olmalıdır, qarışıq qrup olmalıdır, yanlışdır. Differensiasiya dərs zamanı əlavə tapşırığın verilməsidir. Xeyr, bu yanlışdır. Mən əlavə tapşırıq verirəmsə, o demək deyil ki, mən differensial təlimi həyata keçirmiş oluram. Sualın doğru cavabı A bəndi. Növbəti 26-cı suala baxırıq. Müəllim şagirdlərə tapşırıqların birlikdə və ya fərdi, bəzilərinin sinifdə və ya sinifdənkənar icrasına icazə verir. Müəllim dərsin hansı komponentində differensial yanaşmanı təmin etmiş olur? Təbii ki, bu proses komponentindədir ki, kim istəyir bəziləri birlikdə, bəziləri fərdi, bəziləri sinifdə və sinifdənkənar icrasına icazə verirsə, bu dərsin proses komponentinə, differensial yanaşmanın proses komponentinə aiddir. 27-ci suala baxırıq. Differensial təlimin mahiyyəti nədən ibarətdir? Potensialı yüksək şagirdlərin öyrənmə xüsusiyyətlərini nəzərə alaraq tədrisin onlara uyğun təşkili. Xeyr, biz ancaq yüksək potensiallı şagirdlər üçün dərsi təşkil etməli deyilik. Biz elə təşkil etməliyik ki, verilmiş məzmunu bütün şagirdlər mənimsəsin. Ona görə 27-ci sualda A bəndi yanlışdır. Tədris zamanı öyrənmə çətinliyi olan şagirdlər diqqət mərkəzində saxlanılmasıdır. Xeyr, hamıya eyni baxmalıyıq. Həm çətinliyi olan da, yaxşı başa düşən də, yalnız onları diqqət mərkəzində saxlamaq o demək deyil ki, bu differensiallığı təmin edir. B yanlışdır. Şagirdlərin müxtəlif öyrənmə xüsusiyyətlərini nəzərə almaqla tədrisi təşkil etməliyik. Bəli, müxtəlif öyrənmə xüsusiyyətləri nəzərə alınmalıdır. C bəndi doğrudur. Tədrisin şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla qurulması və qiymətləndirilməsi, şagirdlərin yaş xüsusiyyəti nəzərə alınması bu differensialın əsas mahiyyəti deyil. Düzdür. Yaş xüsusiyyəti nəzərə alınmalıdır. Amma əsas mahiyyət kimi götürə bilirikmi? Yox. Əsas mahiyyət C bəndindəki kimi müxtəlif öyrənmə xüsusiyyətinin nəzərə alınmasıdır. Ona görə əsas mahiyyət kimi D-ni də götürmürük. Tədrisin şagirdlərin akademik nəticələrinin əsasən götürülərək qurulması, xeyr, akademik nəticələrə görə qurmuruq. Şagirdlərin müxtəlifliyinə əsasən biz tədrisi qururuq. Ona görə Y bəndi də yanlışdır. 28-ci suala baxırıq. Yenə cədvəl sualıdır. Doğrudan doğru, yanlışdan isə yanlışı götürməliyik. Baxırıq. Tapşırıqları hazırlayarkən Bloom taksonomiyasının müxtəlif mərhələlərinə uyğun hazırlamaq daha məqsədə uyğundur. Bəli, məzmun komponentində biz deyirik ki, yəni biz tapşırıqlar hazırlayarkən Bloom taksonomiyasının mərhələlərinə nəzərə almalıyıq. Doğru fikirdir. Tapşırıqların çətinlik dərəcəsi affektiv taksonomiyasına əsaslanmalıdır. Affektiv taksonomiya yox, idrak taksonomiyasının, Bloom taksonomiyasının mərhələlərinə uyğun olmalıdır. Yanlışdır. Uğurlu differensial təlim özündə məzmunu müxtəlif yollarla çatdırmağa ehtiva edir. Görürsünüz, müxtəlif yollarla doğru fikirdir. Şagirdlərin potensial imkanlarını artırmaq üçün onlara eyni səviyyədə tapşırıq vermək. Xeyr, qətiyyən eyni səviyyədə tapşırıq verməli deyilik. Çünki şagirdlərin hamısı eyni səviyyədə deyirlər axı. Onlar müxtəlif öyrənmə tərzindədirlər. Onlar müxtəlif intellektə malikdirlər. Sinifdə 20 şagird varsa, bunun 20-si də eyni olmur axı. Yarısı yaxşı oxuyur, biraz orta oxuyur, az səviyyədə, az sayda ortadan da aşağı oxuyur. Ona görə biz necə eyni səviyyədə tapşırıq verməliyik? Bu yanlışdır. Doğru sualın cavabı doğrudan 1, yanlışdan 4, 1, 4. B bəndi 28-ci sualda. 29-cu suala baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yenə də uyğunluq dediyi üçün doğrudan doğru, yanlışdan isə yanlış fikri götürəcəyik. Tədris prosesində dəyişkən qruplar yaratmaqla differensiallaşmanı təmin etmək olar, doğrudur. Dəyişkən qrupla olar. Müəllim qiymətləndirmə zamanı da şagirdlərə fərdi yanaşmanı təmin etməsi lazımdır. Bəli, fərdi yanaşaraq bunlara bir-bir əks əlaqə qurmalıdır bu şagirdlərlə. Doğru fikirdir. Müəllim şagirdləri ümumi meyar əsasında qiymətləndirdikdə bu zaman tədris differensiallaşmır. Ümumi meyarla qiymətləndirəndə bəli, bu differensiallaşmır. Biz xüsusi meyarlar qoymalıyıq. Bu da
Doğru fikirdir. Diferensiallaşma tədrisin effektiv şəkildə qurulmasına, səmərəli öyrənmənin baş verməsinə təsir edir. Doğru fikirdir. Doğrudan doğrunu götürdüyümüz üçün sualın da cavabı 1, 2, D bəndi. 30-cu suala baxırıq. Verilənlərdən hansı diferensiallaşma komponentlərindən olan nəticə ilə bağlı deyil. Yəni, deyir ki, nəticə komponentinə aid olmasın. Kinestetik öyrənənlər dialoqu canlandıraraq təqdim edirlər. Təqdim edirlərsə, bayaq da qeyd elədiyim kimi, deməli, proses yekunlaşıb, nəticədə bunlar nə isə təqdim etməlidirlər də. Bunlar da dialoqu canlandıraraq təqdim edir. Doğrudur. Məkan vizual öyrənənlər tapşırığı şəkil çəkərək təqdim edir. Doğrudur. Eşidərək öyrənənlər müzakirə obyektini özləri seçirlər. Özləri seçirlərsə, bu artıq nəticə komponentinə aid deyil. C bəndidir. Eşidərək öyrənənlər səsli məruzə edirlər. Görürsünüz, sonda bir nəsə məhsul ortaya qoyurlar da. Bu da yanlışdır. Vizual öyrənənlər məzmunla bağlı diaqram hazırlayırlar. Bu da nəticə komponentinə aiddir. Ona görə nəticə komponentinə aid olmayan C bəndi. D-də yanlış deyərkən, yəni çıxırıq da, yəni deyilən şərtə uyğun deyil. 31-ci suala baxırıq. Yenə cədvəl sualı. Doğrudan doğru, yanlışdan isə yanlışı götürürük. Diferensial təlim daha çox əlilliyi olan şagirdlər üçün effektivdir. Xeyr. Yalnız əlilliyi olanlar üçün deyil, yəni müxtəlif şagirdlər üçündür. Diferensial təlim şagirdlərin dərsə marağının artmasını təmin edir. Bəli, doğru fikirdir. Diferensial yanaşmadan istifadə etmək şagirdin nailiyyətinin yüksəltməsinə təsir edir. Şagirdlərin dərsə marağını artırır, dərsə həvəsləndirir. Doğrudur. Diferensial təlim zamanı eyni bir təlim metodundan istifadə edilməlidir. Eyni bir olmaz. Ümumiyyətlə, diferensialda yadınızda saxlayın. Eyni tapşırıq, eyni təlim metodu, eyni strategiya, eyni qiymətləndirmə, eyni olmaz. Diferensialda ancaq müxtəlif sözlər axtarmalıyıq biz. Bu da yanlışdır. Doğrudan doğru, yanlışdan yanlış, 2, 4, B bəndi 31-ci sualda. 32-ci suala baxırıq. Müəllim dərsi tədris edərkən mövzunu həm danışaraq izah edir, baxın, həm danışır, həm təqdimat nümayiş etdirir, həm təqdimat edir. Həm də şagirdlərin fərdi olaraq öyrənmələri üçün şəraiti nəzərə alır. Fərdi öyrənməni də nəzərə alır. Müəllim dərsin hansı komponentində diferensial yanaşmanı təmin etmiş olur? Təbii ki, bu proses komponentindədir. Proses komponentində biz məzmunu müxtəlif yolla şagirdlərə çatdırmalıyıq. Doğru cavab C bəndi. 33-cü suala baxırıq. Hər hansı bir fənnin tədrisi zamanı müəllim ancaq bəlli iş üsulundan və qrupla iş formasından istifadə edir. Müəllim dərsin hansı komponenti ilə bağlı diferensiallaşmanı təmin etmir. Təbii ki, proses komponentini təmin etmir. Niyə? Ancaq bəlli iş üsulundan, bir də qruplarla iş formasından. Müəllim müxtəlif iş formalarından, həm cütlərindən, həm fərdi, həm bütün sinifdən iş formalarından istifadə etməlidir. Ancaq qrupla iş formasından istifadə edirsə, bu diferensiallaşmanı pozur. Və bəlli bir iş üsulundan yox, standarta uyğun iş üsulu seçməlidir. Ancaq bir iş üsulundan istifadə etmək olmaz. Bunların da hər biri özünü harda tapır? Proses komponentində. Müəllim proses komponentini pozmuş olur. Doğru cavab Y bəndi 33-cü sualda. 34-ə baxırıq. Müəllim şagirdlərə müxtəlif mənbələrdən istifadə etməklə təsviri xarakterli mətni müxtəlif formada təqdim edə biləcəkləri tapşırıq verir. Verilmiş nümunə diferensial təlimin hansı komponentinə aid olur? Təbii ki, burada nəticə komponenti olacaq. Çünki müəllim görürsünüz deyir ki, mətni müxtəlif formada təqdim edin. Sonda bir nəticədə təqdimat olur da. Ona görə sualın doğru cavabı A bəndi. 35-ci suala baxırıq. Müəllim dərsini qurarkən planlaşma aparır. Tamam. Şagirdlərdən bəzilərinə mövzunu səsli versiyasını dinləmək imkanı yaradır. Görürsünüz, mövzunun səsli versiyasını dinlədir ki, audial öyrənənlər öyrənə bilsinlər. Bu zaman müəllim hansı öyrənmə tərzinə malik şagirdlərin marağını nəzərə almışdır? Təbii ki, audial öyrənmə
yəni eşidərək öyrənmə tərzinə aid olan şagirdləri nəzərə alıb. 36-cı suala baxırıq. Müəllim dərs izahı zamanı vizual öyrənənləri nəzərə alaraq mövzunu prezentasiyadan istifadə etməklə tədris etdi. Bu situasiyada müəllim hansı komponentdə diferensiallığı nəzərə alır? Təbii ki, bu da proses komponentinə aid olur. Müəllimin məzmunu təqdim etməsi, şagirdə müxtəlif yolla çatdırması bu proses komponentinə aid olur. Növbəti 37-ci suala baxırıq. Müəllim şagirdlərin qrafik xəritə, diaqramla işləməyi sevdiyini bilir. Baxırıq, sevdiyini bilir. Müəllim bilir ki, bunun şagirdləri bu cür işləməyi sevir. Buna əsasən oxu materiallarını ona uyğun seçməyə çalışır. Hələ proses başlamır, müəllim planlaşdırır. Müəllim dərsin hansı komponentində diferensial yanaşmanı təmin etmiş olar? Əlbəttə ki, burada məzmun komponentində. Çünki biz standartın tələbinə uyğun olaraq məzmunu şagirdlərə müxtəlif yollarla çatdırmalıyıq. Müəllim də bilir ki, şagirdlər bunu sevirlər, qrafik xəritə diaqramla işləməyi və materialları da ona uyğun seçməyə çalışırsa, bu dərsin məzmun komponentinə aiddir. Doğru cavab A bəndi. Növbəti 38-ci suala baxırıq. Diferensial təlimə aiddir. Təhsil alanların fiziki hazırlığına əsaslanan təlimdir. Yalnız fiziki hazırlıqdan getmir də, qavrama müxtəlifliyi, öyrənmə tərzi, ona görə A bəndi yanlışdır. Təhsil alanların sosial mənsubiyyətini nəzərə alan təlimdir. Xeyr, yalnız sosial deyil. Təhsil alanların öyrənmə tələbatını nəzərə alan təlimdir. Bəli, öyrənmə tələbatını, öyrənmə müxtəlifliyini nəzərə alır. Doğrudur. C bəndi. Təhsil alanların yaradıcı düşünmə qabiliyyətini formalaşdıran təlimdir. Xeyr, yəni yaradıcı düşünməni formalaşdıra bilər. Amma məqsəd bundan budurmu? Xeyr, məqsəd əlbəttə ki, şagirdlərin öyrənmə tələbatını nəzərə alıb tədrisin reallaşdırılmasıdır. Təhsil alanların mövzuların yadda saxlama səviyyəsini nəzərə alan təlimdir. Xeyr, yadda saxlaması üçün yaradılan təlim deyil axı. Y də yanlışdır. 39-cu suala baxırıq. Şagird bilir ki, əldə etdiyi yeni məlumatları fikrində canlandırdıqda, fikrində görürsünüz, canlandırır. Daha yaxşı anlama baş verir. Şagird müvafiq olaraq hansı biliyə və öyrənmə tərzinə malikdir? Təbii ki, burada bilik olaraq metakognitiv bilik olacaq. Çünki şagirdin özü haqqında məlumata malik olmasıdır ki, deməli bu şagird fikirləşir ki, mən fikrinimdə canlandıranda daha yaxşı öyrənmiş oluram. Fikrində canlanaraq da öyrənənlər vizual öyrənmə tərzinə malik olanlardır. Sualın doğru cavabı A bəndi. 40-cı suala baxırıq. Şagird coğrafiya dərsinə maraq göstərmir. Bunu müşahidə edən müəllim onun diqqətini cəlb etmək üçün 5 ölkə adı verərək xəritədə onların yerini müəyyənləşdirməyə tapşırır. Şagird bu tapşırığı çox maraqla və həvəslə yerinə yetirir. Bu halda şagirdin hansı öyrənmə tərzinə malik olduğunu demək olar. Təbii ki, vizual. Bu uşaq deməli görərək öyrənənlərdəndir. Görürsünüz, xəritədə tapşırıq verir və bu tapşırığı daha maraqla, həvəslə öyrənirsə, bu vizual öyrənənlərə aiddir. 41-ci suala baxırıq. Şagird rəngarəng təqdimatlar hazırlayır. Rəngarəng. Deməli, bu uşaq rənglərlə işləməyi sevir. Eskiz çəkməyi sevir. Şagirdin öyrənmə tərzini müəyyən edərək müvafiq cavabı seçin. Şagird xəritələrlə, diaqramlarla işləməyi sevir. Bəli, elə A bəndidir. Xəritələrlə, diaqramlarla işləməyi sevirsə, bu vizual öyrənənlərdir. Görərək öyrənənlərdir. A bəndi doğrudur. Mövzunun səsli versiyasını dinləməyi sevir. Bu zaman audial olar. Diaqramı səhnələşdirməyi sevir. Dialoqları səhnələşdirməyi sevir. Bu kinestetik olar. Mühazirə zamanı daha yaxşı anlayırlar, audialdır, eşidərək. Sözlərdə yazılı nitqdə effektiv şəkildə istifadə etməyi bacarır. Bu da oxuyub yazaraq öyrənənlərə aiddir. Sualın doğru cavabı A bəndi.
42-ci suala baxaq. Aha. Mətni qavramaq üçün kinestetik öyrənən şagirdlər daha çox hansı fəaliyyətə üstünlük verər? Kinestetik öyrənənlər hərəkətlə öyrənənlərdir, tətbiqi xoşlayanlardır. Baxırıq, oxuduqları haqqında qeydlər yazmaq, oxuyub yazaraq öyrənənlərə aiddir. Mətnlə bağlı rollu oyunlardan iştirak etmək. Görürsünüz, rollu oyun kinestetikə aiddir. Çünki burada bir fəaliyyət var. Bunlar tətbiqlə öyrənməyi daha çox sevirlər. B bəndi doğrudur. Oxuduğu mətnlə bağlı müzakirə aparırsa, bu audialdır, eşitməyi xoşlayır. Mətnin əsas ideyasının şəklini çəkirsə, bu vizualdır. Mətni yenidən öz sözləri ilə yazırsa, bu da oxuyub yazaraq öyrənənə aiddir. Doğru cavab B bəndi. 43-cü suala baxaq. Şagirdlərə mövzu ilə bağlı təcrübə işi aparmaq tapşırılır. Təcrübə işi. Bu tapşırıq daha çox hansı öyrənmə tərzinə malik şagirdləri cəlb edər? Əlbəttə ki, kinestetik. Çünki bunlar laboratoriyada işləməyi, təcrübə aparmağı, rollu oyunlar oynamağı daha çox sevirlər. Tətbiqi öyrənməyi daha çox sevirlər. Bu olacaq kinestetik öyrənənlər B bəndi. 44-cü suala baxırıq. Şagird yeni bir məlumatı daha çox digərlərini dinləməklə öyrənir. Şagirdin öyrənmə tərzini müəyyən edin. Dinləməklə öyrənirsə, təbii ki, bu audialdır. Eşidərək öyrənəm. Sualın doğru cavabı Y bəndi. Və sonuncu 45-ci suala baxırıq. Şagird dərs zamanı qeydiyyat aparmağı xüsusi maraq göstərir. Baxın, görürsünüz, qeydiyyat aparmağa maraq göstərir. Gündəlik öyrəndiklərini yazaraq öyrənir. Sözlər vasitəsilə daha yaxşı öyrənir. Bu şagird hansı öyrənmə tərzinə sahibdir? Təbii ki, bu oxuyub, yazaraq öyrənmə tərzinə sahib olan şagirddir. Bugünkü izahımız bu qədər. Sağ olun, hər birinizə xoş dinləmələr.